10-cu sualın izahı. Deyir ki, həmcins xəbərli sadə cümləni müəyyən edin. Deməli, xəbərlər həmcins olmalıdır və sadə cümlə olmalıdır. Yağış yağır, göy gurulduyurdu. Yağır nə? Yağış, gurulduyur nə? Göy. Bu mürəkkəb cümlədə ayrı-ayrı mübtəda və xəbərlərdən ibarətdir. 2 qrammatik əsası var. Sinoptiklər xəbər verir ki, nəyi xəbər verir? Sual yaranır. Sabah hava daha da soyuqlaşacaq, kəskinləşəcək. Xəbər verir sinoptiklər. Deməli, soyuqlaşacaq, kəskinləşəcək hava. Bu tabeli mürəkkəb cümlədir. Yəni burada ki də var, görürük ki, bağlayıcıdır. Baba yeri belliyir, tənəkləri suvarır. Nə edir? Belliyir. Kim? Baba. Nə edir? Suvarır. Kim? Baba. Bəli, sadə cümlədir. Hər iki işi görən babadır və həmcinsli xəbərlər var. Belliyir, nə edir? Suvarır, nə edir? Doğru cavab elə C variantıdır. Buludlar çəkildi, göyün üzü təmizləndi. Çəkildi nə? Buludlar. Təmizləndi nə? Göyün üzü. Mürəkkəb cümlədə ayrı-ayrı mübtəda və xəbərlərdən ibarətdir. Araz qaşlarını çatıb dayanmışdı. Dayanmışdı kim? Araz. Bu isə sadə cümlədir. Buna görə də doğru cavab elə C variantıdır.